65-70 yıl bundan qabaq bu kənd əhalisinin əkin biçin sahələrin suvarılması üçün yaradılmış. İndi isə bu işlər altında güya bunlar burada özləri üçün göl bulunlarına razılar. Və bunlar o çürükləri çıxardıb başqa yerdə basdırmaqla məşğul. Ağsu rayonunun Cəlair kənd sakini Mikayıl Zeynalov kanalımıza müraciət edərək bildirir ki, kənd ərazisində yerləşən və vaxtilə əkin sahələrinin suvarılması məqsədi ilə çəkilmiş əyri çayının eni son dövrlərdə xeyli daraldıldığı iddia edir. Onun sözlərinə görə bu işlər qanunsuz şəkildə həyata keçirilir. Mikayıl Zeynalov həmçinin qeyd edir ki, anasının iddiasına əsasən illər əvvəl qardaşı Feyruz Zeynalovun Səlaməddin Əhmədovun həyətində öldürüldüyünü bildirir. O iddia edir ki, hazırda aparılan işlərin məqsədi həmin ərazidə bastırıldığı deyilən qalıqların çıxarılaraq başqa yerə aparılması ola bilər. 70 yıl bundan qabaq bu kənd əhalisinin əkin biçin sahələrin suvarılması üçün yaradılmış yeni göl. Bəzi məsələlər burada budur ki, qardaşımın cinayət işi ilə baş prokurorluq istintaq idarəsində iş gedir 125-ci maddə ilə 5 ildə artıq. Mənim qardaşım, bizim böyük ehtimalımız, anamın yazdığı prokurorluğa iddialarda bu həyətdə öldürülür. O həyətdə Səlaməddin Əhmədova məxsus həyətdə öldürülür və böyük ehtimalla ki, burada başlayır. İndi isə bu işlər altında güya bunlar burada özləri üçün göl bulunlarına razılar. Və bunlar o çürükləri çıxardıb başqa yerdə basdırmaqla məşğul. Beləncə işlərdir. Bu texnikadır. Çaqmanlar, 2 dənə texnika. Çaqmanlar. Burada gəlin keçək. Bura kənd ərazisidir. Hə, gəlin keçək oraya. Bunlar da mənim üçün əsas məsələ qardaşımın burada bastırılmasıdır. Burada bastırılıb qardaşım. Böyük ehtimalle. Bir şey deyim. Var. Bəli. Bu çay su meliorasiyanın nəzdindədir, yoxsa hansı? Azərsu. Azərbaycan Dövlət ekologiyandır. Azərbaycan Su Ehtiyatları Agentliyi baxırdı hər halda. Azərbaycan Su Ehtiyatları Agentliyi baxır. Məsələ ilə bağlı hara müraciət etmisiniz? Aparılan işlərlə bağlı. Bu işlə bağlı. Bəli. Məncə bu işlə bağlı müraciət olunub ekologiya və Azərsuya. Mən də müraciət eləmişəm. Nə deyilib? Ancaq mənim üçün əsas məsələ o deyil. Mənim üçün əsas məsələ qardaşımın məsələsidir. Siz iddia eləyirsiniz ki, o burada. Burada bastırılıb, indi sümüklər çıxarılıb, aparılıb. Harada bastırılıb Allah bilir. Sonradan tapacaqlar, yıxacaqlar kiminsə boynuna. Belə işlər gedir. Bu işi kim görür? Bu iş Səlaməddin Əhmədov. Bax, o da onun evidir. Bu ərazidə bastırılıb. Mamam 5 il, 6 il bundan qabaq da o iddiasında prokurorluqda bu ərazini göstərib. İndi də burada belə işlər gedir. Burada indi suyunu göl yaradılır, yoxsa nə? Göl yaradılır özü üçün. Damatlı gölün enliyi bilirsən də, görsən də orada da. Göl qurulub, meşə arasına girib, damata buradan su verilir güya. Başa düşdünüz. Və belənsinə. Eni odur. Eni olur 20-25 metr. İndi isə burada onlar göl qurulur. Bura bəxtdir. Məsələ ilə bağlı qarşı tərəf olaraq Səlaməddin Əhmədov iddiaları təksib edərək onların əsassız olduğunu bildirib. O qeyd edib ki, Mikayıl Zeynalov barəsində məhkəməyə müraciət edib və məhkəmənin qərarı ilə qarşı tərəfin təksib verməsi barədə qərar çıxarılıb. Səlaməddin Əhmədov əlavə edib ki, ərazidə görülən işlər onun təsərrüfatı üçün su saxlanc yerinin yaradılması məqsədi daşıyır və bu işlər müvafiq qurumların icazəsi əsasında həyata keçirilir. Bu əvvəl mənə şər atmışdı ki, mən nə əkirəm, mən müəyyən pis işlərlə məşğulam, bir neçə adamı öldürmüşəm. Verdim məhkəməyə, məhkəmə ona 1 il iş kəsdi, sonra təzminat tələb elədim. Çıxdı həmin efirdə, aşkar danışdı ki, daha doğrusu təksib elədi. Dediklərin hamısını təksib elədi ki, mən düz deməmişəm, yalan demişəm, nəsə dedi. Ondan sonra başladı başqa cür formada, güya mən haçansa Allah rəhmət eləsin, ölübdür, qalıbdır. Vallahi o Allah haqqı, mənim xəbərim yoxdur. İndi hər nəsə qardaşımı öldürmüsən. Vermişəm məhkəməyə. Məhkəmə ona da qərar çıxartdı ki, getsin təksib eləsin. Bu adam anormaldır, özünü idarə eləyə bilmir, danışığını bilmir, hərəkətini bilmir. Xahiş edirəm, qurban sənə bunu nəzərə alın. Ərazidə gedən işlərlə bağlı nə deyə bilərsiniz? Burada nə işlər görülür? Burada su saxlancı. Əlimdə sənədim var, ekologiyadan sənəd almışam, qanunsuz heç bir iş görmürəm. Mən özüm fermerəm, sahibkaram. Fermam var, traktorum var, iş görürəm. Bir neçə işçim var.
ancaq və ancaq çalışıram ki, öz düşüncəmi, beynimi xeyirxah işlərə sərf edeyim. Olaraq Bəli. dövlət balansındadır, yoxsa şəxsi ərazidir? Yəni şəxsi mülkiyyət. Deməli ərazi bələdiyyə torpağı ərazisidir. Bələdiyyə torpağından da kağızım var. Yəni işlər aparılması üçün bütün Bəli, sənədlər qaydasında bələdiyyədən də almışam. Orisinin adı nə diyor? Ekologiyada sənətim var. Qanuni sənətlə iş görürəm. Ay sağ ol, mən sahibkaram mən. Mənim təsərrüfatım, böyük təsərrüfatım var. Gedib çəkilə bilərsiniz. Traktorum var, nar bağım var, hər şeyim var. Qardaş, burada da bir iş açıram. Sabirləri lazım olanda. Burada nə olacaq? Burada heç nə olan deyil. Burada su saxlancı. saxlancı yeri. Su problemi yarananda Qıtlıq. ay sağ ol, o həmin şeydən istifadə olunacaq.